Bu doğrudan da maraqlı məlumatdır. İki nəfər birləşir, restoran biznesi qurmaq istəyir. Və ikisinin də məqsədi eyni şeyə nail olmaqdır. Da? Uğurlu biznes qurmaq. Bu sübut olunmuş bir faktdır. Da? Neş adlı bir alim 50 il müşahidədən sonra sübut edib ki, əgər şəriklərin hər biri özünün yox, öz partnyorunun mənafeyini daha üstün tutarsa, onun daha çox gəlir qazanmağını istəyərsə və bunun üzərində çalışarsa, biznes üzü yuxarı gedir, inkişaf edir. Elə ki, bu şəriklərdən hansısa öz mənafeyini üstün tutdu, şərikin ikinci səviyyəli hesab elədi, matematik olaraq biznes ixlasa doğru gedir. Bunu sübut etdiyinə görə həmin Neş adlı alim Nobel mükafatına layiq görülüb. Əfsus ki, bir çoxları bilmir ki, şəriklikdə sən özünə arzuladığından çox öz partnyoru arzulamalısan. Onun üçün eləməlisən və addaça istənilən nəticəni verəcək. Bəzi məqamlar var ki, onu da istəyərdim sizin nəzərinizə çatdırım. Kiməsə gələcəkdə lazım olacaq. Bunu qeyd eləməyiniz vacibdir. Mütləq yazılı surətdə şəriklikdən qabaq qeyd olunmalıdır ki, kim hansı funksiyanı yerinə yetirəcək? Bu bir. İkinci, kim nəyə cavabdehdir? Bu iki. Üçüncü, üzərinə düşəni etməsə nə baş verəcək? Dördüncü, ayrılmalı olsalar bu necə baş verəcək? Və sonuncu, mübahisəli vəziyyət baş versə, son qərarı bunların arasında kim verəcək? Belə olduğu halda, yəni uğurlu nəticədə əldə edəcəksiniz. Vicdanınız da təmiz olacaq, ürəyiniz də rahat olacaq. Biznesiniz də üzü yuxarı gedəcək. İstəyirsiniz, siz gözəllik salonu açın, istəyirsiniz şərikli restoran açın, nə açırsınızsa açın. Əgər məlumat sizin üçün maraqlı oldusa, abunə olmağı unutmayın. Çünki kiməsə pullu verilən məlumatları mən sizə pulsuz verirəm.